Bir də saat 4-ün yarısı bizə zəng vurdular. Bu məsələ ilə bağlı uşağı zəng vurmuşdu. Dedi, bəs atamla anam savaşır. Yəni söz-söhbətləri düşüb. Kürdəmirdə ailə münaqişəsi qanla nəticələnib. Hadisə rayonunun Sorsor kəndində qeydə alınıb. Kənd sakini Nizami Hüseynov həyat yoldaşı 31 yaşlı Sarə Hüseynovaya çox saylı bıçaq xəsarətləri yetirib. Gəlim görüm. Belə deyək də öz aralarında olan münaqişə yekunlaşıb. Hansısa bir köməkli olub, evdə anam olub, kömək eləyib, ayırıblar bunları. Sonra baxdım ki, xəsarətlər var, dərhal xəstəxanaya çatdırdım. Boşanma ərizəsi vermişlər, sonra biz bunları barışdırmışdıq bir yerə. Razılaşmışdılar. Məsələn, indi yenidən insandır da, aralarında nəsə münaqişə olub. Biz də sabah sonra eşitdik, gəldik bura, biz də şokduyuq. 2 uşaqlar da var, xəstəmiz də əməliyyatdan çıxıb, Allaha şükür, yaxşıdır. 14-10-cu ay 2025-ci il tarixində saat 05:30 radələrində Kürdəmirdə baş vermiş bıçaqlanma hadisəsi səbəbilə xəsarət alan bir nəfər Kürdəmir rayon Sorsor kənd sakini 1994-cü il təvəllüdlü qadın cinsli şəxs Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu təyin edilib, pasiyent dərhal əməliyyata alınıb. Müalicəsi hal-hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam etdirilir.